Hər vaxtınız xeyir olsun. Bugün sizə Masazır qəsəbəsində Yeni Bakı yaşayış kompleksinin arxasında gördüyünüz kimi belə bir möhtəşəm həyət evi çəkib təqdim edəcəyik. Həyət evinin təqdimatına başlayırıq həyət hissədən girişdən. Birinci həyət hissədə iki böyük darvaza var gördüyünüz kimi. Böyük maşın darvazası, kiçik maşın darvazası. Geniş belə tamit döşənmiş həyəti var. Çox mötəbər, gözəl evdir. Baxın, belə bir həyət hissəsi var. Daxil oluruq həyət hissəyə. Bütün meyvə ağaçları var. Buradan daxil oluruq. Hovuz hissədir. Söhbətgah, besetka var burada. Yay vaxtı dincəlmək üçün çox gözəl bir şey var. Güllər, dekorativ güllər var. Besetkası var yağ üçün. Evin hər tərəfinə keçməyi olur. Digər material evləri ilə qarışdırmayın. Buradan baxın, bütün evin dörd tərəfinə də keçid var. Çox mötəbər bir evdir. Cütdaşla tikilib. Bu həyəti 6 sotdur. Yay vaxtı bu hovuz işlək vəziyyətdədir. Besetkada otur. Çayınızı qoyun qabağınıza. Bura qaraj hissədir. Baxın, çox böyük aşağı hissəsi rahatçılıqla buraya yerləşər. Baxın, qaraj hissəsində artıq ləvazimatları yığıblar. Buradan belə bir otaqları da var burada. Kiçik otaqları burada. 3 dənə otaqdır. Koridor hissədir. Manqalımız da var burada. Tavanı alçıpanla vurulub, yuxarısı yaşayışdır. Hər birinin kiçik fortuskalarda qoyulub aşağı havalandırılsın deyə. Buradan daxil oluruq evə. Hündür 12 hissədən giriş hissədir. Baxın, kiçik bir belə koridor hissəsi var. Buradan daxil oluruq. Allah xeyirli müştərisini yetirsin. Həqiqətən çox gözəl mötəbər evdir. Baxın, tavanın hündürlüyünə baxın, gözəlliyinə baxın. Baxın, çox gözəl, dosta qardaşa layiq ev. Baxın, yataq belə bir otaq hissəsi var. Hər ikisinin çölə pəncərəsi var. Hündür tavanı, bahalı lüstrü. Koridorun genişliyinə baxın. Hamam sanitar qovşaqdır burada. Hamam sanitar qovşaqdır. İşığını yandıraq. Baxın. Mətbəx hissə geniş, işıqlı, tavana qeyd elədiyim kimi hündür. Baxın, bahalı mətbəx mebeli yığılıb. Çölə pəncərəsi reşotkalarına kimi vurulubdur. Kombisi var. Hovuza baxır, besetkaya baxır. Mühafizə kameraları var. Bütün ev çöl və daxildə mühafizə kameraları ilə təchiz olunubdur. Şəxsi tikilidir. Koridor hissə, tavanın hündürlüyü çox gözəldir, həqiqətən də. Maşallah, baxın, zal hissə. Gözəl, geniş, işıqlı zal hissə. Həqiqətən gözəl ev. Dəyərli bir mülk. Baxın, zalın genişliyinə baxın, dəyərli izləyicilər. 3 lüstr qoyulub. Burada böyük bir şadlıq, yaxşı işlər qismət olsun alan şəxslər kimdirsə. Baxın, 3 lüstr qoyulub. Şəxsi təmir. Dəyərli izləyicilər, buradan da padval hissiyə. Buradan belə pləkanlarla aşağı düşürük. Aşağı sizə göstərdiyim hissiyə. Buradan qalxırıq ikinci mərtəbəyə. Göstərək ikinci mərtəbəni də. Baxın, bura ikinci mərtəbə. Yenə eyni olduğu kimi geniş bir belə bir koridor hissəsi var. Aşağıda da hamam sanitar qovşağı var. Başlayaq buranı göstərək. Belə bir yenə də yataq otağı var. Çox səliqəli, işıqlı, zövqlü evdir. Çölə pəncərəsi. Çardaq hissiyə də baxın. Çıxış var buradan qoyulubdur. İkinci mərtəbədə də sanitar qovşağı var. Baxın, belə gözəl, çox gözəl evdir. Həqiqətən mötəbər bir evdir bu ev. Ayrı-ayrı, şəxsi təmirli. Növbəti otaq bura. Maşallah, o qədər otaqların sayı çoxdur ki, gəzib dolaşmaqla tutarmır. İki pəncərədə baxın. Burada qoyulubdur, hündür pəncərələrdir. İşıqlı, gözəl. Şəxsi təmir otaqda.
sonda göstərəcəm sizə balkon hissəni, bu otağı göstərək. Belə bir yenə növbəti bir otaq. 2 pəncərə qoyulub, işıqlı. Yenə növbəti bir otaq burada. Bu otağın da çölə pəncərəsi var. Evin planirovkası çox gözəl təşkil olunubdur. İndi balkon hissiyə baxın. Evin ən böyük üstünlüklərindən, gözəlliklərindən biri də burada balkona çıxırıq. Dostlar, baxın burada çıxırıq balkona. Baxın, gözəl həyətə baxışı olan gözəl bir balkon hissəmiz var. Şam ağaçları baxın. Baxın, həyət bütün meyvə ağaçları var. 6 sotda tikilibdir, dəyərli izləyicilər. Şəxsi təmirdir, mərkəzi kanalizasiya sistemi var. Qazı, suyu, işığı, kombisi var. Yeni Bakının arxasında 3-cü küçədə yerləşir evimiz. Deməli, dəyərli izləyicilər, bu təqdim elədiyim mötəbər evin 2 mərtəbəlidir, 6 sotda tikilibdir, 8 otaqdan ibarətdir. 450 kvadrat metrdir evin sahəsi. Paket kupçadır, həm torpağın kupçası var, həm evin kupçası var birlikdə. Məbləği 260 min dəyərində satışa çıxarılır. Dövlət ipotekasına da yararlıdır, nəqd satışa da yararlıdır. Qeyd olunan nömrə ilə əlaqə saxlayıb, gözəl, mötəbər, dost və qardaşıma aid bu ev barədə digər məlumatları ala bilərsiniz. Diqqətinizə görə sağ olun.